Bax qardaş, niyə görə Bəhlul Mustafazadəyə Çindən təklif gəlir? Çindən təklif gəlir. Amma Alavesdən gəlmir. Celta Vigo'dan gəlmir. Sən belə danışıram. Bəlkə də hərdən birdən indi dost tanış deyir ki, ay Amit, sən niyə belə? Qardaş, belə deyir, valla. Allah'ın Amit danışmasın, Məmməd danışmasın. Bəs kim danışsın Amit? Elvin Cəfərquliyev Qarabağda əsas heyət oyunçularından söhbət gedir də. Bəhlul Mustafazadə, valla bu adamlar başqa klubda olsaydı, hər hansı bir Belarus, Gürcü, Kazak klubunda olsaydı, bu bir transfer olmuşdu bu futbolcular. Mən başa düşmürəm, bu qədər dünyanın gözündə olan... Problem bilsən nədir, qardaş? Yaxşı, futbolcu çıxarda bilmirik. Düzdür, deyirik ki, Azərbaycanda futbolcu çıxmır. Düzdür. Azərbaycanda hər hansı bir məşqçimiz, hansısa nəinki Avropaya, öz qonşumuza belə gelib çıxa bilmir də, öz qonşu ölkələrimizə. Düzdür. Qardaş, bəs nə oldu? Hanı bu marketing? Hanı bu, nə bilim, bu futbolçular dünyanın gözünün qabağındadır da. Bu niyə gedir ki, Çinə, məsəl üçün? Geçsin Celta Vigo'ya, geçsin, nə bilim, Sevilla'ya, Valladolid'ə, nə bilim, Parma'ya. Bu futbolçular niyə gedirlər, məsəl üçün deyirəm, niyə Çindən gəlir ki, təklif? Tutalım ki, məsəl üçün deyirəm, Çindən təklif gəlib 800.000 avroya, düzdür? Elə həm ondan daha yaxşısını, məsəl üçün Atalanta verə bilir də, məsəl üçün deyirəm, Parma versin, nə bilim, bəs yaxşı, futbolcu çıxarda bilmədik, nə bilim, məşqçilərimiz əsara getmir. Qardaş, bu adamlar Çempionlar Liqasının elit mərhələsində Lorel'də desək, hoqqa verirlər də, düzdür? Bu adamlardan niyə bir təklif gəlmir, yaxşı? Maraqlı sualdır. Faktiki olan odur ki, təklif gəlmir. Yəni, statistikasına baxsam, Elvin Cəfərquliyev, məsəl üçün, ikinci dəfədə həftənin 11-linə seçilir. Düzdür? Mən sənə bu dəqiqə bir dəfədə ən yaxşısı seçilir. Valla billah deyirəm, and içərəm. Əgər bugün Elvin Cəfərquliyev hər hansı bir Gürcü klubunda olsaydı, nəinki Çempionlar Liqasında, adi Gürcüstan çempionatından transfer olmuşdu Avropanın ən güclü klublarından birinə. Bu oyunla.